Quranda varmı? Ancaq Quranla məni qane edə bilərsən deyənlərə Qur'an-ı Kərimin Ən'am surəsindən bir ayəni diqqətinizə çatdırırıq. Ayə çox dəhşətli və diqqət çəkən bir ayədir. Niyə? Çünki bu ayə əsasən insan çox şeyləri, hətta nəcis, üzr istəyirəm, murdar, bəyənmədiyi, iyrəndiyi, acığı gəldiyi şeyləri belə yeyə bilər. Əgər Qur'anı qəbul edirsənsə, onda Qur'an sənə gör nə cavab verir. Ən'am surəsi 145-ci ayə. Peyğəmbər de, mənə olunan vəhiylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan 1, 2, tökülmüş qan, 3, donuz ətindən, 4, yaxud itaətsizlik üzündən Allahdan başqasının adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram yemək tapmıram. Ərəbcəsi də baxa bilərsiniz. Açıq-aşkar ayə deyir ki, mənə nazil olandır. Haram olanlar bunlardır. Məytətən, dəmən məsfuhən, ləhmə xinziri donuz əti bilirsiniz. Yaxud da ki, fisqən uhillə li qeyrillahi bih ayənin axırına qədər oxuya bilərsiniz. İndi kimsə bu ayəni mən ancaq Qur'andan cavab istəyirəm desə, bu ayəni qoyun onun qabağına, soruşun. Bu ayə əsasən bizim çox nəcis bildiyimiz, iyrəndiyimiz, bəyənmədiyimiz heyvanları belə biz yeyə bilərik. Daha mən bəzilərinin adını çəkmirəm. Nə oldu? Əgər Quranla danışırıqsa, Quran deyir, mənə nazil olanda haram yemək üçün bunlardır. Deməli, bunlardan başqa hamısı halaldırmı? Kim bu iddianı eləyə bilər? Bu iddianı edənlərə biz bu ayəni çəkməklə onda deyə bilərik ki, sən gedib siçan ətini deyə bilərsən. Sən gedib murdar filan şey deyə bilərsən. Niyə? Çünki ayə 4 şeyi istisna edir. Başqa yeməyə haram istisna etmir. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və accil faracahum. Verilən suallardan və ən çox bəzən də irad formasında deyilən sözlərdən biri də bundan ibarətdir ki, Quranda gəlmişdirmi? Hansısa bir mövzunu açırsan, hansısa bir İslam dininin qayda-qanunu deyirsən, cavabında bunu eşidirsən. Quranda varmı? Quranda gəlmişdirmi? Bəzən də İslam dininin bəzi göstərişlərini rədd etməkdən ötürü, inkar etməkdən ötürü qarşı tərəf tez bunu deyir. Quranda gəlməmişdir, qəbul etmirəm. Cavab 1. Bu iddianın özü Quranda gəlmişdirmi? Əgər kimsə deyirsə, Quranda gəlməyibsə qəbul etmirəm, o Qur'anla oturub durur, o Qur'anla danışmaq istəyir. Bizim sualımız budur. Bu iddianı Qur'anda gəlməyən şeyi qəbul etmirəm, Qur'anda varmı? Ümumiyyətlə, hər o şey ki, Qur'anda gəlməyibsə, qəbul etmirsənsə, bu fikir, bu iddia, bu qanun özü Qur'anda gəlmişdirmi? Danışanda deyirsiniz ki, Qur'anda yoxdur, qəbul etmirəm. Qur'anda yoxdursa, niyə qəbul etmirsən? Bunun özünə Qur'andan dəlilin varmı? Bir daha deyirik. Qur'anda yoxdursa, qəbul etmirəmi Qur'anda tapa bilərsinizmi? Qur'andan dəlil gətirin. Necə bizdən istəmirsiniz? Biz də sizdən tələb edib istəyirik. Bu iddianız ki var, Qur'anda gəlmişdir ya yox. Qur'anda yoxdursa deməli qəbul etmirəm. Bu iddianızı da Qur'ana əsaslanmalıdır. Çünki siz ancaq Qur'anla danışırsınız. Bu iddianı da Qur'anla bizə sübut edin. Qur'anda gəlməmişdir. Məsələn, Qur'anda ayə var. Qur'anda gəlməyən şeyi qəbul etməyin. 2. Amma əksinə, biz sizə Qur'an-ı Kərimdən dəlil gətirə bilərik ki, Qur'an-ı Kərimdə Allah Taala təkcə öz sözünü yox, hətta Peyğəmbərin sözünü belə bizə əmr edir ki, ona əməl etməlisiniz. Bəli. Harda? Qur'an-ı Kərimin Həşr surəsi 7-ci ayə. Və ma atakumur rasul fəxuzuhu və ma nahakum anhu fantahu. Bizim rəsulumuzun sizə nəyi verirsə, onu götürün və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Qur'an deyir ki, mənim ayələrimdən əlavə sizə Peyğəmbər deyənlər də lazımdır. Nəyə əmr edirsə, itaat etməlisən. Nədən sizi çəkindirirsə, onun sözünə qulaq asmalısan. 2. Qur'an-ı Kərimdə Nəhl surəsi 43-cü ayə. Allah Teala buyurur, bilmədiklərinizi elm əhlindən soruşun. Qur'an bizə əmr edir. Məndən əlavə, mənim bu ayələrimdən əlavə, siz elm əhlindən də soruşun, maraqlanın. Bəli. O həmin o elm əhli Qur'an-ı Kərimə əsasən ən üstün elm əhli kimdir? Ən üstün elm əhli Peyğəmbər və onun pak əhli beytidir. Deməli, biz onların da kəlamlarına baxıb, onların da sözlərinə əməl etməliyik. 3-cü ayə. Qur'an-ı Kərimin Nəhl surəsinin 44-cü ayəsində elə Allah Taala elm əhlindən soruşun ayəsini deyəndən sonra belə buyurur. Qur'anı sənə nazil etmişik ki, litubayyinə linnas. Bunu insanlara bəyan edəsən, izah edəsən. Peyğəmbərin vəzifəsi sırf ayəni insanlara çatdırmaq və oxumaq deyil. Peyğəmbərin vəzifəsi bu ayəyə əsasən Qur'an ayələrini izah etmək və bəyan etməkdir.
Necə ola bilər siz deyirsiniz ki, Quranda gəlməyib qəbul etmirəm, amma Quran deyir ki, mənim ayələrimi sizə izah edən lazımdır. Peyğəmbər kəlamı bax burada bizə lazım olur. Ona görə də sırf Qur'anın ayəsi ilə siz heç bir şeydə irəli gedə bilməzsiniz. 3. Quranda gəlməyib qəbul etmirəm. Məgər bizim gündəlik, hətta şəriətimizdə, dinimizdə olan çox rituallar, çox qayda qanunlar Quranda gəlmişdirmi? Quranda ancaq bu gəlmişdir. Namaz qılın. Neçə rükət? 17 rükət. Bəlkə biri sübh namazını 2 yox, çox qılmaq istəyir. Onda necə? Bir nəfər namazda 1 rükətdə, 1 ruku yox, 2 səcdə yox, 3 səcdə eləmək istəyir. Rukunu da 2 səzdəni dik eləmək istəyir. Quranda harda gəlmişdir? Quran deyir, həccə gedin. Quran deyir, Allah evini təvaf edin. Amma Allah evini mən neçə dövrə vurmalıyam? 7 dövrə. Bütün müsəlmanlar bunu eləyir. Məzhəbindən, təriqətindən asılı olmayaraq. Harda yazılmışdır Quranda Allahın evini 7 dövrə vurmalısan? Namaz neçə rükətdir? Ruku 1, səcdə 2-dir. Bunlar Quranda gəlmişdirmi? Xeyr. 3. Əgər Quranda hər şey gəlsəydi, bir insafınız olsun, fikirləşin. İndi Qur'an-ı Kərim nə boyda olmalıydı? Onu heç oxuyan da tapılmazdı. Bu günləri İslam dininin qayda qanunlarını Quranda gəlmişdir, qəbul edirəm, Quranda gəlməmişdir, qəbul etməsin. Bu məntiqlə hərəkət edirsinizsə, Qur'an-ı Kərimdə hər şey gəlməlidirsə, onda Qur'an bugün bizim aramızda olan bir cild kitabdan yox, neçə cild ensiklopediyadan çox olan bir kitab olmalıdır. 14 əsrlik bu müsəlman dilində olan bu Qur'an-ı Kərimin ayələri onda necə siz oxuyardınız? Heç onu oxuyan da tapılmazdı. Ona görə Qur'anda gəlməmişdir deyə biz belə bir məntiqi qəbul etmirik. Bu məntiq həm də Qur'anın özü ilə ziddiyyət təşkil edir.